biz hər zaman uşaqlıqdan FAB-ın reklamları ilə böyümüşük. Belə desək, televizor reklamlarında daha çox görürdük və o zamandan bu zamana mən hər zaman FAB-ı boya fabriki olaraq, boya istehsal edən bir müəssisə kimi tanıyırdım. Amma bugün gəlib gördüyüm mənzərə tamamilə fərqli oldu. FAB kim yapışdıracağını gördüm, Neotek elektrik naqillərini gördüm. Bundan əlavə FAB-ın kanalizasiya borularının, müxtəlif izolyasiya olunan boruları təmin edildiyini gördüm. Bugünkü ekskursiya bizim üçün çox maraqlı və faydalı keçdi. İstehsalat prosesi, laboratoriyaların iş fəaliyyəti və müəssisənin iş prinsipləri ilə yaxından tanış olduq. Xüsusilə keyfiyyətə nəzarət mərhələləri diqqətimi cəlb etdi. Bu və bu kimi ekskursiyalar düşünürəm ki, bizim nəzəri biliklərimizi praktikada istifadə edə bilməyimiz üçün çox yaxşı və uğurlu bir təcrübədir. Öz yaşıdlarıma müxtəlif Azərbaycan müxtəlif şirkətlərini, istehsalat fabrikələrini görməyi, oradan təcrübə yığmağı əlbəttə ki, daha üstün tutaram. Nəinki nəzəri şəkildə bunu oxumaqdansa, əlbəttə ki, fiziki olaraq görmək, öyrənmək daha yaxşı olardı. FAB Şirkətlər qrupuna ayrıca öz təşəkkürümü bildirmək istəyirəm. Çünki bugün bizə təmənnasız şəkildə öz laboratoriyanı gəzdirdiyi, göstərdiyi, ən azından praktiki biliklərin az da olsa bizə verdiyi üçün çox təşəkkürlərimi bildirirəm.